TikTok'da şeydi, sonra götürüb Nurkanın şəklini qoydu, pul istədi. Bir dənə oğlanla. O 20 manat atandan sonra cəmaatın şəklini götürdü ekranına. Bu şantajla başladı. Şəklini qoydu, pul istədi. Bir dənə oğlanla. O 20 manat atandan sonra cəmaatın şəklini götürdü ekranına. Bu şantajla başladı. Valla 20 manat atandan sonra Edib şantaj eləmək. Şantaj edir, 20 manat ver videomu silim. Gör nə qədər əl atırır bu, nə qədər atletika deyir bu. Pul ver deyir silim, pul ver silim. Bu dadanı ver, şantajı dadanı ver cəmaatı. Bundan sonra görər. Bunda kim də gəlir, bunu pul atırlar, buna köməklik eləyirlər. O vaxtda deyir ki, uşağım xəstədir. Hətta mən də buna istədim biraz köməklik göstərək, qrup yığılar. Görürəm ki, yox, bu milləti təhqir eləyir, ağzına gələn yazır. O gündə bir Jasmin adı ilə gəlib, Jasmin xanım kim bilmirəm, məni burada o adla məni yazır. Mən də bilmirəm bu kimdir hələ. Başqa insanların səhifəsi ilə gəlir, bizi təhqir eləyir, ağzına gələn deyir, pul atmır. Görə bundan biraz uzaqlaşdım açığı. Görürüm Şəkilzad paylaşıb,